Salam dəyərli izləyicilər, həvəskar təbiət və biologiya sevərlər. Bugün 27 mart tarixində keçiriləcək olan təbiət fən müsabiqəsinə hazırlıq keçirirəm. Demişdim, uzun müddətdir çəkmirdim və zamanı, müddəti, tarixini öyrəndikdən sonra isə dedim ki, şagirdlərə paylaşım və məlumatları olsun. Bugün bütün qüvvə mövzusunu keçəcəyik. Biraz arxada olduğumuz üçün qüvvədən başlayacağıq və bütün 6-cı sinifi, hətta 5-ci sinifi də təkrar edəcəyik. Gəl başlayaq. Deməli, qüvvə bizdə biz bilirik ki, qüvvə nədir? Qüvvəni xarakterizə edən kəmiyyətləri keçdik. Bugün sır məsələlər işləyəcəyik. Hansı ki, o məsələlər imtahana, olimpiyadalara, referendumlara düşür. Gəlin başlayaq. Deməli, ilk öncə belə bir şey eləyək. Belə bir kub çəkək gəlin. Ona yönələn qüvvəni göstərək. Sonra isə hansı qüvvənin daha çox olduğunu görək. Aha. Deməli, gəlin baxaq. Deməli, burada bir dənə qırmızı rənglə göstərirəm. F1 qüvvəsi var. Burada F2 qüvvəsi var. Burada F3. Burada isə F4. Hətta bunu biraz daha uzada bilərik. Gəlin uzadaq. F2. Sizcə bunları sırayla düzsək, bu qüvvələr arasındakı qanuna uyğunluq necə olar? Belə bir sual düşə bilər, qiymətləri verilməz. Aha, deməli, gəlin bunu belə eləyək. İlk öncə burada kiçikdən böyüyə ya da böyükdən kiçik olduğuna baxırıq. Əgər belə gedirsə, işarələr. Deməli, ən kiçiyi buradadır, ondan sonra ən böyük də buradadır. Yəni, kiçikdən böyüyə düzülür. Yox, əgər işarə belədirsə, kiçik buradadır, ən böyük də buradadır. Deməli, gəlin başlayaq. Biz ikisini də eləyək. F1-dən başlayaq. Deməli, burada ən kiçiyinə baxaq birinci. Ən kiçik F4-dür. Deməli, birində F4 başlanğıcda olacaq. Birində F4 sonda olacaq. Sonra F2, F1, F3 qalır. F1 bundan sonra ən kiçiyidir. Deməli, F1, F1. Sonra baxırıq F3, F3, F3. Sonra da qalır nə? F2, F2. Yəni, bunları bir şəkildə düzdük. Gəlin, indi baxaq digərinə. Başqa bir məsələ həll eləyək. Bu səfər qiymətlər veriləcək və onları ölçəcəyik hansı daha yaxşıdır. Hansı qüvvə daha çoxdur. Deməli, belə bir yenə mavidən göstərirəm qüvvələr. F1, F2, F3. Qüvvələr arasında qanuna uyğunluğu müəyyən eləməyimizi istəyəcək bizdən. F1-ə verək 20 Newton. F2-yə verək 40 Newton. F3-ə verək 50 Newton. Görək, arasında qaynaq uyğunluq necə olacaq? Başlayaq. Deməli, biz bilirik ki, qüvvə bir istiqamətə yönəlirsə, həmən qüvvələr toplanır. Qüvvələr əks yönəlirsə, onda o qüvvələr çıxılır. Deməli, burada qüvvələr bir istiqamətdədir və onları biz toplayacağıq. F1 20-dir. F1 20 Newtondur, F2 40 Newtondur, F3 isə 50 Newtondur.
Deməli, F1 plus F2 variantları verək. Bərabərdir F3-ə. F2 çıx F1 böyükdür F3-dən. C D F1 plus F3 eşittir F2'den. F2 plus F1 böyüktür F3'ten. F2 plus F3 böyüktür F1'den. Bir neçə cavab ola bilər. Gəlin baxaq, variantları yoxlayaq. Birinci bizdə gəlin yerinə qoyaq ifadəni. Görək düzgün alınırmı? F1 plus F2. 20 plus 40 Newton bərabərdir mi 50 Newtona? Xeyr. Ona görə A variantı getdi. Sonra B variantı. F2 plus F1. F2'dən çıxırıq F1'i daha doğrusu. 40 Newton. 40 Newton çıx 20 Newton. Böyükdür mü 50 Newtonla? Xeyr. Və bu da getdi. Bunu silək. C variantı. C variantında deyir ki, F1 və F3'ün cəmi, yəni 20 plus 50 Newton böyükdür 40 Newton. Xeyr, belə bir şey yoxdur. Ona görə bu da getdi. Silək. Sonra gəlin buna baxaq. Burada F2 plus F1 F3'dən böyükdür deyir. F3'ümüz bizdə 50 Newtondur. F2'mizlə F1'in cəmi, yəni 20 Newton plus 40 Newton 50 Newton. Yəni 60 Newton böyükdür mü 50 Newtonla? Bəli, doğrudur. D-ni götürə bilərik. Gəlin o birisinə baxaq. Orada belə olmayacaq. Amma sən verə bilər. 1, 2, 3, 4, 5, 6. Sən istəyər. Tamam ki, bunun yerinə sizə verib. Nə? 1, 2, 3, 4, 5. Verib variantları ABC'də istəyirdə olar. Bu getdi, bu getdi, bu getdi. Bu düzdür. Baxırıq buna. F2 plus F3 F1'dən böyükdürmü? F1'dən böyükdürmü? Gəlin. Baxaq. 20 Newton plus 50 Newton. Daha doğrusu üzr istəyirəm. 40 Newton olmalıydı. 40 Newton. 50 Newton. Böyükdürmü? 20 Newton. Əlbəttə ki, böyükdür. 5 də götürürük. Deməli, cavabımız doğru cavab olacaq 4, 5. Belə bir sual ola bilər. Daha sonra başqa necə bir sual düşə bilər. Onları nəzər yetirək. Belə bir sual düşə bilər. Ağırlıq qüvvəsinə. Gəlin bir ilk öncə ağırlıq qüvvəsini təkrarlayaq. Onlardan bir düstur çıxardaq. Ağırlıq qüvvəsi yerin ərkəsinə təsir edən qüvvədir. Yəni ağırlıq qüvvəsi bura doğru yönəlir. Yəni yerin mərkəzinə doğru. Bura doğru F ağırlıq qüvvəsi yönəlir. F ağırlıq qüvvəsinin düsturu F bərabərdir M vurulsun J'dir. Yəni kütlənin qravitasiya intensivliyinə nisbətidir. Üzr istəyirəm, hasilidir. Bu təqdirdə belə bizə düsturlarda çıxarda bilərik. İndi baxacaqlar məsələlərdə görək nə olur. Deməli, ilk məsələni belə verim ki, birinci ağırlıq qüvvəsini hesablamağı istəyir. Bunu silmək istəmirdim, məcbur silək, təmiz olsun. Bu düsturu qıraqdan yazaq. F bərabərdir M vur J. J həmişə bizdə 10 verilir. 10 Newton bölünsün saniyə.
Həmişə bizə belə verilir. Yəni 9,6-da neçəsə belə gedir. Amma biz 10 Newton olaraq götürürük. Məsələlər də bizə 10 verir. Lakin bu yerdədir. Bizə ayda da verə bilər. Fərqli bir planetdən də verə bilər. Müqayisə etməyimizi istəyər. Hamısına baxacağıq. Deməli, yer planetində insanın kütləsi 60 kiloqram. Cismin kütləsi 60'dır. Gravitasiya intensivliyi 10 Newton bölünsün saniye olarsa F ağırlıq, yəni həmin bu cismə təsir F ağırlıq qüvvəsini hesablayın. Deməli, açıq sual olar, sizə bal vermələr lazım olar. Buraya yazacaqsınız, verilir. Qırmızıdan yazım, görülsün. Verilir. Tapmalı. Düstur. İndi düstur yazaq. Düsturu mavidən yazıram. F bərabərdir mg. Və həll. Bu etaplardan ibarət olub. Bunları belə yan-yana yazmaz. Həll. Deməli, F bərabərdir m vur j dedik. M'imiz oldu bizim 60. Newton vur. J necədir? 10 Newton saniye. Üzrsən, burada niyə Newton yazdım bilmirəm. Tamam. Belə. 60 kilogram vurulsun. Newton bölü saniye olacaq. Aha. Bizdən alınacaq burada 600 Newton. Newton alındı. Bu arada qüvvənin vahidi 1 Newtondur. Belə bir məsələ alındı. İndi gəlin baxaq digər tipdə məsələlərə. Ümid edirəm ki, məsələ aydındır sizə. Digər məsələyə baxaq. Deməli, dəyərli şagirdlər, bir kitab tapdım, oradan verəcəm məsələn. Deməli, bizə belə bir şey verir ki, insanın, bunu hətta keçən şeydə salmışlar, ümid edirəm yadınızda. İnsandır, onun kütləsi verilir bizə. F insan 100 üzr istəyirəm, M insan kütləsi. İnsanın bizə kütləsi verilib və biz də bu kütləyə əsasən tapacağıq. İnsan 100 kiloqramdır. Və bizə nə verilib başqa? J yer, yəni onun yerdəki və ayda ona təsir edən qüvvələri istəyir. J ay isə bizdə Newton bölü kiloqram 1,6. Hesablamaq istəyir. Yəni yazaq. Açıq sual kimi düşsünüz yazarıq. Verilir. Tapmalı. Tapmalı bizdən nə? Tapmalı F yer, F ay. Yerdəki və aydakı cismə, insana təsir edən düstur F bərabər mg. Həll. Həllinə gələk. Birinci biz F yeri tapaq. F yeri tapmaq üçün 100 kiloqram vurulsun. Nəyə? 9,8 Newton böl kiloqram. Aha. Alınır 980 Newton. F ay bərabərdir 100 kiloqram. Vur. 1,6 Newton böl kiloqram. 160 Newton. Bu qədər asandır.
Deməli, digər məsələmizə keçək. Silək lövhəni. Digər məsələmiz belədir ki, alüminium kubun həcmi 0,5 metr kub, sıxlığı isə 2700 kiloqram bölü metr kubdur. Kuba təsir edən ağırlıq qüvvəsini təyin edin. J'də 10 Newton bölü kiloqram. Yəni burada 10 Newton bölü kiloqram verib. Amma yerinki 918 verib. Ayınki 1,6 verib. İndi baxır o fərqini. Deməli, belə eləyək. Alüminium kubun həcmi dedikdə V bərabərdir. Biz verilir də yazaq. Tutalım ki, açıq sualdır bizdə. Verilir. V kub bərabərdir 0,5 metrin kubu. İndi başqa nə verib? Rho kub, yəni rho da sıxlıq deməkdir. Bərabər 2700 kiloqram bölü metr kuba. Bizdən tapmalı F kub. Kuba təsirinin ağırlıq qüvvəsi. Düz istəyirəm. Düzdür. F bərabərdir M, J, Rho bərabərdir M bölü V-yə. Bizdən də M istədiyi üçün burada bir də M kub. M tapmalıyıq ki, J'yə vuraq onu. C'dəki 10 Newton bölünsün kiloqram. Burada da baxın, hər tərəfi çarpaz vurarıq. M bərabərdir Rho V-yə. Həlli. Həllində birinci biz nəyi tapmalıyıq? Bunu tapmalıyıq. Yəni bunu. M bərabərdir. Deməli, Rho vurulsun V. 2700'ü vuraraq 0,5'ə bərabərdir 1350. Çünki yarısını istəyir bizdən. Yəni 0,5, 10,5, o da 2'də 1, o da onun yarısı. 1350 nə? Necə gəlin ixtisara baxaq. Rho'nun vahidi nə idi? Rho'nun vahidi. Kilogram vur, yəni biraz böl metrin kubu. Vahidi nə idi həcmin? Metr kubu. Metr kublar ixtisar gedər, qalaq kilogram. Kilogramla nəyin vahididir? Emin, yəni kütlənin. Çünki ixtisar indi bu vahidləri hardan çıxarıblar? Bu vahidlər buradan əmələ gəlib. Aha. İndi F tapaq. F bərabər mc 1350 kilogram vur 10 Newton böl kilogram. Burada kilogramlar ixtisar gedəcək. Çünki kilogram vur Newton böl kilogram. Bunlar ixtisar getdilər. Qaldı nə? Newton. Olacaq 135 2'dən 0. Deməli 13500 Newton. Deməli ümid edirəm ki başa düşdünüz. Silək. Sonra belə eləyək. Aha. Deməli bir dənə məsələ daha var. Deyir ki Yupiterin səthində həcmi, kubun həcmi, daha doğrusu, səthində 74 kilogram kütləli cismə təsir edən ağırlıq qüvvəsi 1739 Newtondur. Yupiterin səthində sərbəst mütəciz nə qədər? Sərbəst mütəciz qravitasiya intensivliyi, yəni J'dir. Verilir. Səbəb J'ni verməyib. Çünki yer olsaydı biz tez yazardı 10 ya da 98 Newton.
Lakin bizə Jupiter istəyir. Kitabın arxasında da Jupiter verməyib. Verib, xeyr verməyib, özümüz tapırıq. Normalda verir məsələlərdə. Sadəcə burada digərlərini verib və bizdən istədiyi qravitasiya intensivliyi, daha doğrusu səbirsizlik cildi deyə biz bunu özümüz tapmalıyıq. M neçədir? 74 kiloqram. F ağırlıq bərabərdir 1739 Newton. Tapmalı. Nəyi tapmalıyıq? J Jupiter bərabərdir sual. Düstur. F bərabərdir mg. Məndən də J-ni istəyir. Yəni düstur çıxaracaq. Sadəcə düstur necə alınır onu deyəcəkdir sizə. Demək istəyirəm. Aha. Həlli. F bərabərdir. Yəni M 74 kiloqram vurulsun J bərabər 1739 Newton. Bu nədir? F-dir. Bu nədir? J-dir. Bu nədir? M-dir. J-ni tapmaq üçün neynədir? F-i böldüm M-ə. F bölüm. Yəni, bir düstur alında bunun düstur bölməsini yazırıq. Bir dəqiqə. Pozan. Bunun düstur bölməsini yazaq. J bərabərdir F böl M. 1739 Newton. Aslında yazılımını anlamırız. Anlamır yazış. Aha. 1739 Newton. Bu da 74 kiloqram. Başını düzəltmək istəyirəm. Dəqiq özür istəyirəm. Xəttim biraz burada planşetə yazanda pis görünür. Normalda yaxşıdır amma da pisdir. Aha. Deməli, J-ni tapmaq üçün J bərabərdir 1739 Newton bölünsün 74 kiloqram. J-nin vahidi nə idi? Newton böl kiloqram. Deməli, cavabımız nə hansı? Newton kiloqram. Çünki Newtonu bölmüsən kiloqrama da. İndi deməli, cavabımız eləyəcək. Deməli, 23.5 Newton böl kiloqram. J Saturn, daha doğrusu J Jupiter bərabərdir 23.5 Newton bölünsün kiloqram. Yəni, başqa bir məsələ də yazaq. Nə qədər müddət oldu? 23 dəqiqə. Yaxşı. Deməli, aha. Yer səthində astronavtın kütləsi 85 kiloqramdır. Saturn planetin səthində astronavt təsirin ağırlıq qüvvəsini təyin edin. J Saturn 11.5 Newton böl kiloqram. Verilir. Üstünə. Üstur. Həlli. Bağlabasını yazıram ki, sonra rəngi dəyişməyir. Verilir düstur həlli və tapmalı. Verilir. M bərabər 85 kiloqram. J Saturn 11.5 Newton böl kiloqram. Tapmalı. F Saturn bərabərdir sual. Düstur F bərabərdir mg. Yerinə qoyunuq. F bərabər 85 vur 11.5 Newton böl kiloqram. Kiloqram da Newton böl kiloqrama ixtisar gedir. 977.5 Newton.
Deməli, bir məsələni daha həll etdik. Keçək növbəti görək bizdə nə var. Biz bunları yazdıq. İndi biz nə işləyəcəyik? Bizdə nə ola bilər başqa? Mən bir dənə dərslikdən baxım. Çünki başqa sürtmə qüvvəsi olmalı səhv eləmirəmsə. Deməli, şagirdlər, Arximed qüvvəsi qalıb. Arximed qüvvəsinin düsturunu bilmirəmsə deyim ya yox. Çünki belə yəni bir şey yoxdur. Ona görə onu Arximed qüvvəsi çox vaxt sallar ki, suda olan zaman cisimə təsir edən qüvvə nədir? O da Arximed qüvvəsi olacaq. Arximed qüvvəsi istiqaməti bu şəkildədir. Arximedin istiqaməti bu şəkildədir. F Arximed. Sürtünmə qüvvəsi buradır. F sürtünmə. Bura F ağırlıq qüvvəsidir. Burada F-dir, yəni dartı qüvvəsidir. Yəni bunu bilsəz, qalan heç nə sizə lazım deyil. Hələk. Normalde bunların düsturları var, prosesdə demirim. Məsələn, F Arximed MJH-dır. M burada, yəni MJ ağırlıq qüvvəsi, yəni ağırlıq qüvvəsi vursun H-da. Sonra bizdə var nü F-dir. F-dir sonra MJ-yə bərabər olur. Təzyiq qüvvəsi. Sonra sürtünmə qüvvəsi mü F-dir bərabər olur. Və sürtünmə qüvvəsinin modulu cismi o səthə sıxan təzyiq qüvvəsindən, ona toxunan səthlərin kərəkötürlüyündən asılıdır. Nə qədər kərəkötürsə sürtünmə qüvvəsi o qədər o qədər olur. Ona görə gəlin videonu burada bitirək. Dəyərli şagirdlər, həvəskar təbiət sevərlər. Deyirəm, izahımı başa düşdünüz. Növbəti dəfə böyük ehtimal biologiya hissəsini izah edəcəm. Ümid edirəm, maraqlı bir mövzu olar. Sağ olun, salamat qalın. Növbəti dərsdə də görüşənədək.